Baxırıq 18-ci testdə. Yüklü elektrik lövhələri gərginliyi olan mənbəyə yüklənmişdir. Buna əsasən aşağıdakı ifadələrdən hansıları doğrudur? Bölmələr eynidir. Əvvəlcə baxaq. K, M, L nöqtələri verilib. Deyir ki, ümumi gərginlik U-dur. Baxın uşaqlar. Ümumi gərginlik deyir U-dur, düzdürmü? Variantlara bir-bir baxaq. Deyir ki, K-dakı elektrik sahəsinin intensivliyi L-dəki elektrik sahəsinin intensivliyindən böyükdür. Bu yanlışdır. Bir cins elektrik sahəsidir. Gördüyünüz kimi müsbətdən çıxır. Baxın, müsbətdən çıxıb mənfiyə daxil olub. Yəni, bu o deməkdir ki, lövhənin bu tərəflərində müsbətlər toplaşıb, bu tərəflərində mənfilər toplaşıb. Müsbətdən çıxıb mənfiyə gedirsə, bu demək ki, bunun demək ki, intensivliyi nədir? Sabit qiymətə malikdir. Ona görə də biri çıxırıq. Bu deyil. 2-yə baxırıq. Deyir ki, K ilə L nöqtələri arasındakı potensiallar, elektrik potensialları fərqi o bölü 2-dir. Baxın, görürsünüz 4 dənə damaya, fikir verin, 4 dənə damaya, 4 damaya U-dur. Gördünüz? K ilə L arasında neçə damadır? 1, 2, 2 damadır. 2 damadsa bu olacaq U bölü 2. Məlum məsələdir ki, 2 doğru cavab kimi götürüləcək. 3-ə baxırıq. L ilə M nöqtələrinin elektrik potensialları bir-birinə bərabərdir. Bəli, bir-birinə bərabərdir. Ona görə ki, M də, L də müsbət tərəfdən, müsbət lövhədən eyni sayda məsafədədir. Yəni, 1, 2, 3 məsafədə M-dir. 1, 2, 3 məsafədə L-dir. Eyni məsafədə olduqları üçün potensialları da bir-birinə bərabərdir. Çünki burada belə bir düstur var. İntensivlik ilə elə bil ki, məsafənin hasilidir. Düzdür, intensivlik bərabər olduqdan sonra məsafə ilə mütənasiblik yaradır artıq arasında potensial. Ona görə